Salam əziz və hörmətli dostlar, xoş gördük. Mən bu gündən başlayacağam. Əlbəttə bu günlər başım biraz çox şuluq olacaq, bilirsiniz. Təsadüf eləmişəm və indi gərək gedəm maşının çekini alam, aparam verəm o maşına, oradan bimiyə görə, yəni biraz gedəcəm fizioterapiya. Onun üçün bu günlər biraz tez başlayacağım, amma sabahdan 2 saat bundan sonra, yəni bəlkə də 3 saat hətta bundan sonra 2 saat yarım, dəqiqən 2 saat yarım bu vaxtdan sonra kitabı oxumağa sabahdan başlayacağam. Dostlar, fikirləşdim ki, hangi kitabı oxuyaq ki, bizim millətimizə çox faydası olsun, Güney Azərbaycanlılara, türklərə, İranda, Türkmən səhrada, Qəşqayistanda və o birisi yerlərdə çox fayda qazana bilək bu kitabdan. Çox fikirləşdim, düzünü axtarsanız, çox kitabları araşdırdım ki, hangi kitablar çox faydalı olar. 3-4 dana kitab gördüm. O cümlədən biri əslən roşənfikr nə deməkdir? Və bunu görək dünyada roşənfikri nə cür tanıyıblar, nə cür tərif eləyiblər. Biz də onun üzü ilə başlayaq, görək ki, tərif eləyək, yəni bizə tərif eləyək, deyək ki, roşənfikr yəni nə mənə. Dostlar, gördüm, dostlardan biri live-ı share elədi. Çünki mən akkantımı dəyişmişəm. İstəyirəm, xahiş eləyəm ki, sizlər də live-ı share eləyin dostlarınızla. Qoyun dostların çoxu bilsinlər və gəlsinlər, qulaq assınlar. Bir roşənfikr kitabın baxdım, görüm nədir, calibdir. Bəlkə biz bunu oxumalıyıq. Əslən görək ki, Avropada roşənfikrli xa zamandan başlayıbdır. Türkcə bir ziyalığa tərcümə olubdur. Qədimdən, əski zamanlarda ilə ziyalıq deyiblər. İranda da bunu tərcümə ediblər roşənfikrə. Ziyalı nə deməkdir? Nə işlər görməlidir, nə cür düşünməlidir, nə cür rəftar eləməlidir? Əcəba şəxsi mənfəətlərin düşünməlidir, yoxsa millətin mənfəətlərin? Birincisi, bu kitab çox calib gəldi mənə, bəlkə oxuması lazımdır. Sonra bir dana ayrı kitab indirdim, tapdım, o da calibdir. Mən burada indi bəlkə bir 20 dana kitabın şeyi varımdır, amma istəsəm indi bunu axtaram, gərək bir baxan bunların adlarına sizin üçün ərz eləyəm. Kitablardan biri də fikrim tarixi bir şeydir, 26-cı səhifəsindəydim, bunu mən icazəsinə qeydim. Bu şeydir, o kitabdır ki, oxuyacağam, bundan bu yüzə oxuyacağam. O kitabın adı farscası tərcümə olmuş, farsıya tərcümə olubdur. Çehre-i istimargər, Çehre-i istimarzədi. Albert Memmi. Albert Memmi. Müntə İranda Albert Memmi yazıblar və deyiblər. Hətta bizə də Allah səlamət eləsin, mənim bir yaxçı bir ustad danışqahım var idi. Hətta birinci işimi də o köməklik elədi. Mən tapam, o Cəhad-ı Sazəndəginin məcəllələri var idi. O məcəllələrdə Cəhad-ı Rusda, Salihin Rusda işləməyə məni mərif elədi, getdim. Döktür Xaniki, Xatəminin, Seyyid Məhəmməd Xatəminin muavini idi. Muavini beynəlmiləli idi, əgər iştibah eləməsəm. Və Qoftiquy Təməddünxanın da deyə bilirəm ki, banisi mənbəyi elə bu rəhmətlik ki, yox, Allah sağlıq versin inşallah. Eşitdim ki, sərətan mərəzliyinə mübtəla olubdur, Bimaristandadır, Tehranda. Çox yaxşı ustad idi. Zahirən də bir zaman özü çirikmiş, sonra inqilabdan sonra yavaş-yavaş fikrini dəyişdiribdi və ustad danışqahlığı seçibdi, gəlibdi orada. Mən birinci dəfə Albert Məmminin kitabı ilə bu ustadımızın kilasında tanışdım. 2-ci termdə ya 3-cü termdə bu bizə dərslərin birində istimar və müstəmirə sözü haqqında çox danışdı. Bu kitabla oradan tanışam. Bu kitabın İrandakı alın yazısı çox calibdir dostlar. Bu 4 çap olubdur. Humanatik adında bir xanım bunu tərcümə eləyibdir. 4 dəfə çap olubdur şah zamanı. Yəni diqqət buyurun, birinci çapı 1349-da olubdur. Mənim 4 yaşım varmış ya 3 yaşım varmış. Yox, 5. 5 yaşım varmış, bu kitabın birinci çapı çap olubdur.
İkinci çapı 51-də, yəni 2 il sonra, üçüncü çapı 54-də, yenə də 3 il sonra və dördüncü çapı da 56-da çap olubdur. Yəni inqilabdan biri az qabaq çap olub bu kitab. Cəlibdir, o zaman bu kitabın dördüncü çapında 11.000 nüsxə çap olubdur və satılıb yəni. Yəni o zaman insanlar daha çalışmaları var imiş ki, düşünələr, camiəni doğru düzgün düşünələr. Bu kitabı biz burada oxuyacağıq. Bunun ingiliscəsi də varımdır mənim, türkcəsi də var. Mən türkcəsini oxuyacağam. Çünki türkcəsinin bəzi yerlərin mütərcim şeir kimi tərcüm edib. Yəni türkünün güclüyünü də orada görəcəyik. Əlbəttə dediyim kimi istimar və müstəmirə sözü tazadır. Taza bir fikirdir. Geçən 100 ildə zətdə bunun üstündə yazmağa başlayıblar. Bu lüğəti düşünməyə başlayıblar, bu fikri, düşüncəni, bu siyasəti, bu dövlətçiliyi və dövlətsizliyi düşünməyə başlayıblar. Cəlibdir ki, bunun haqqında da ondan sonra kitablar yazıblar. Sözdə də istimar sözünə də bir diqqət eləsək dostlar, istimar sözü omran sözündəndir. Yəni, mühəndisi omran deyirlər ha, abadanlıq. Abadanlıq sözündəndir. Yəni, bu adla girirlər bir torpağa, bir dövlət, bir ayrı torpağa girir ya ayrı milləti istimar edir ki, deyir ki, siz dalıya qalmısınız. Mən də öz mənafeyimi düşünmürəm, sizin mənafeyinizi düşünürəm, gəlirəm sizin mənafeyinizi məmləkəti abad eləyəm. Belə düşüncə ilə. Söz budur, istimar yəni gəlir abad eləsin. İstimargər o adamdır ki, abad eləməyə çalışır. Görün nə qədər brainwash eləyiblər. Hətta Farsda da bizi brainwash eləyiblər. Yəni bizə deməyiblər ki, istimar pis bir şey deyil əslində. Bu kəlmədə, Fars dilində. Çünki deyir ki, abadlığa bu çalışır. İndi türküdə buna nəyə tərcüm eləyiblər? Çox cəlibdir. İngiliscəsində deyərəm biləcən. Colonize, koloni eləmək. Koloni eləmək, bilirsiniz, biz kolonini iki yerdə işlədirik. Bir arıların yuvalarına işlədirik, bir də qarışqaların, ya bu cür şeylərin, tipdə heyvanların ki, yapışırlar, onlarda işlədirik, koloni. Kolon əslində, məsələn, bir tikəni o birisi şeyə yapışdırmaqdır. Məsələn, elə bilin ki, bir nəfərə ağciyər peyvəndi vururlar. Kolon belə bir şey olur. Ya bir şey doğuzdurmaq kimi, yandan çıxartmaq kimi, məsələn. Məsələn, çiban kimi bir şey yandan çıxır. Buna koloni belə deyirlər. Amma indi bunu danışacağıq. Bu türkcəsində sümürgədir. Sümürgədir. Yəni, baxın, siz hər nə mənən sümürsəz, yəni onun circini çəkirsiniz canınıza. Məsələn, o şey ki, şokolad, abnəbat deyirlər, biz onu sümürürük. Qoyuruq ağzımıza, onu, ya bəslənini, həman qoyuruq ağzımıza və onu sümürürük. Ya zəli, qoyuruq canımızın üstünə, ya bir heyvanın canına düşür, bit, birə. Bunlar sümürürlər, yəni bizim canımızın, qanımızdan, şirəmizdən çəkirlər, yaşırlar. Məsələn, insanların, bilirsiniz, hər halda bu mərisçilik da, insanların qarnında bir qurtlar olar bəzən. Mərisçilikdir, olar. Bu təbii bir mərisçilikdir olur, uşaqlarda çox görünər. Bu qurt özü işləmir. O gözlür ki, sən işləyəsən və bu səni somura, yəni sənin canında, içərində, qarnında, bağırsaqlarında bu yekəlir və sənin canında olan şirəni somurur. Sən zəiflirsən, o yekəlir üzgünündən. Ya məsələn, bəzi heyvanlar kəpənəklər deyək, onlar ki, uçarlar, kəpənək mən deyim burada. Kəpənəklər, o zaman ki, kəpənəkdilər və bunlar sevişdilər, yəni eşqbazi elədilər ərkəklə dişi, sevişdilər türkçəsi. Bunlar sevişəndə çox gözəldir, eşqbazidə məna yoxdur, amma bu sevişmağın mənası çox gözəldir, yəni iki tərəflidir, eşq bir tərəflidir.
sevişdilər. Bu sevişmənin sonunda bu istəyir yumurta qoysun ki, balaları onun içindən çıxsın. Gedir, məsələn, ağaçların güllərini tapır, gül vaxtı. Onların içində yumurta qoyur orada. Niyə? Deyir ki, bu sonra bir meyvə olacaq bu gül. O meyvə əvvəl çal olacaq, mənim balalarım yetişməz. Amma sonra şirinliyə gün bunları vuracaq, yetişdirəcəkdir. Bunlar yetişəndən sonra sulanacaqlar. Sulananda mənim balalarım toxumdan çıxarlar. Orada həm istidir, həm də şeydir, suda vardı, rutubət də vardı. Oradan həm də bunu yeyəcəklər, sonra bunlar çıxacaqlar. Biz əvəlis deyirik türkçədə. Əvəlis olacaqlar, yəni qurd olacaqlar. Sonra bu qurdlar qanat açacaqlar və kəpənək olacaqlar. Əlbəttə mərahili var. Yenə də burada o meyvəni neynir? Sömürür bu qurd. Diqqət buyurun, misalları vururam ki, sömürcə məsələsini düşünək. İndi türkçədə sömürcə deyiblər, yəni istimar. O şeyi farscədə deyiblər və düz deməyiblər, qələt deyiblər. Çünki istimar yəni abadanlıq eləmək istəyi. Siz istəyirsiniz ki, kətdə, məsələn, sizin bir mülkünüz vardı, Farsistanda yaşayırsınız, ya hər yerdə yaşayırsınız. İndi istəyirsiniz qeydəsi Azərbaycanda bir iş qoyasınız. Mən Kanadada yaşayıram, istəyirəm qeydəm Azərbaycanda vətənimdə bir ev düzəldən, bir xarxana düzəldən, bir şirkət quram. Buna deyirlər nə mənə? İstimar. Mən istəyirəm ki, abadanlıq gətirəm. Mən istəyirəm Azərbaycan tövsəə eləyə. Diqqət buyurun, əslində istimarın mənası tövsəədir. Amma farslar bunu işlədiblər, ona görə də heç kəs başlayıbdır istimar yenilməyə. Amma adamlara, türk insana desən ki, sümürcə, ya fars insanına desən ki, zalu sefəti. O baş tapar ki, burada nə geçir? Diqqət buyurursunuz, o onu bilər. Sümürcə, yəni istimar. Sümürcəçi, yəni istimargər. Sümürcələşdirilən, yəni o adam ki, onu bir ayrı gücünə sömürcə üçün hazırlırıq. Ya onu somururuq. Dedim, məsələn, zalı bizi somurur. Ya biz xaricəli işləririk, pulun vermirik, ya az veririk. Bu olur sümürcələşdirmə. Biz onu sümürcələşdiririk. Yəni, onu özümüzün mənfəətimiz üçün ondan faydalanırıq. Sümürcə bu anlamda. Hər halda bunu mən həm farscasını indirdim, sizə dedim ki, Huma xanım Natiq bunu tərcümə eləyibdir. Tapa bilərsiniz, online vardı. Mən də tapdım, dostlar istəsələr farscasını verə bilirəm, türkcəsini də verə bilirəm ki, mən bu türkcəsini oxuyacağım. Bir ayrı kitab ki, sevdim, görək o da, mən bunları indi hamısını qatışdırım üçün bunları eyni zamanda oxuram. Ayrı bir kitabdır, Bastıngərayi dər tarixi müasir. Mən bunu yenə aparım 24-cü səhifəyə, çünki oradan bunu oxuyacağam. Bu da bizə lazımdır. Tarixə də bir tarixi tənqidi oxumaq çalışırdım. Doğrusunu axtarsaz, istədim sizə bir kitab tapam. Deyəm ki, bir dənə tarixi kitabı biz nə cür tənqidi oxuyaq, nəqd ilə oxuyaq, nə cür ona baxanda milli insan kimi, milli düşünən tariximizə baxaq, ağlımızla baxaq. Məsələn deyirəm, o bir dənə ehtimalən bunu oxuyacağam bir zaman, əgər ömür olsa. Bir dənə kitabdır, Bəradəran şerlidir, Bəradəran nəmnəmənədir, varlıdır, nədir? Gəliblər, belə tərcüm olub da, bunlar gəliblər Səfəvi dövründə, məsələn, Azərbaycanı dolanıblar, sonra gediblər bir kitab yazıblar, orada, məsələn, Şah İsmail, ki, birinci şahdan danışıram, Səfəvinin qurucusundan, məsələn, bu oğlanbazmış. 14 dana çıqqılı, cavan sütül uşaqlar türkcədə gətiribdir, məsələn, bunları ləşkərin qabağında, ya vəzir-vüzəranın qabağında bunlara təcavüz edir, özü sonra da bunları paylayır ki, gəlinsin. Ya bunlar, bu cür bir şeyləri biz oxuyunca əqlinin oxuyaq, görək ki, məsələn, bu cür bir şey imkanı var, ola bilərmi? Yəni, bu cür bir şeylər nümunə üçün, onu da düşünürdüm ki, belə bir kitab da bəlkə oxuruq. Ya ayrı bir kitab vardı, bu da Nietzsche'nin əlbəttə bir kitabıdır. Nietzsche mən bilirsiniz ki, mənim nəzərimə Nietzsche bir faşist, nasyonalistdir o cəhətdən. Amma bir kitab ki vardı, Türkçəyə də tərcümə, Farsiyə də tərcümə olunubdur, İstrateji və Taktik Ha. Bunun mən bunun türkçəsini gördüm, çox gözəl. Türkiyədə bir general yazıbdır. Bu bizim dərdimizə dəyər təbiətən oxuması. Anarşizm kitabını çox gördüm.
faşizm, anarşizm çox cəlibdir, bu bizə dərdimizə deyə bilər. Bir dənə ayrı kitab var burada. Dediyim kimi, Nəqş-i Roşənfikr. Roşənfikr nədir? Əlbəttə bir dənə ayrısı var. Edvard Said bunu yazıbdır. Bir dənə də ayrısı var ki, Roşənfikrin özü nədir? Bəli, Nəqş-i Roşənfikr də gözəl kitabdır. Bunu da istirdim sizin oxumaq üçün. Bunu da çox göylüm istirdi ki, oxuyaq. Hoviyyət kitabını Milan Kundradan istirdim bunu oxuyaq, görək ki, bu nədir? Hoviyyət dediyimiz nədir? Nələrə özünə alır, nələri almır? Sonra Cunun-i Qudrət və Qudrət-i Naməşru adında bir kitab. Zahirən bunu faşizm, totalitarizm və kapitalizm haqqında İranda bir nəfər yazıbdır. Dökür Məhəmməd Rza Sərqulzai adında bir adam yazıbdır. Sonra bundan vazgeçdim və bir neçə kitab da var, doğrusunu axtarsınız, görün bu nədir? Yox, bunu heç istəmirdim oxuyam, amma indirdim ki, özüm oxuyam sizin üçün. Rəvanşinasi tənbəli də cəlib kitab idi. Nəzərimə gəldi ki, İranlıların hamısında, danışçılarda, ustad danışqahlarda və karicərlərdə, müdürlərdə, hamıda, üst-üstə hamıda bir tənbəllik var. Hətta Güney Azərbaycan milli fəallarında bir tənbəllik var. Bu tənbəlliği mən istirdim ki, bunun haqqında bu kitabı oxuyam. 10-cu çapa çatıbdır İranda. Onu da yenə də geçdim. Feylən bu Sümürgə kitabın daha bildim, önəmli bildim. Bu Your Deceptive Mind and Scientific Guide to Critical Thinking. Niyə nəqd eləyə bilmirik? Bizim beynimiz necə bizi toğulur? Deceptive mind, yəni sizin beyniniz ki, sizi toğlamağa çalışır. Niyə? Çünki uşaqlıqdan siz bir məlumat alırsınız eşikdən. Sonra bu məlumat neynir? Bizi öz əleyhimizə çalışdırır. İndi məsələn biz İranda 4 nəsl panfarsizm təlimatı almışıq, paniranisti təlimatı almışıq. İndi bu bizi hər nə çalışırıq, bu bizim öz ziddimizədir. Çünki bu beyinlə nəhayətdə biz çalışırıq da, biz ayrı yerdən çalışmırıq ki, biz ənində, sonunda bu beynimizlə çalışırıq. Bu beynimizi kim doldurub deyil, nə ilə doldurubdur? Farslar. Nə ilə doldurublar? O kitablarla, panirasçılığıyla, panfarsızlığıyla, ədəbiyyat-ı farsi, tarix zəban-ı farsi, filan-ı bəhman-ı mənafe-i milli İran. Onun üçün dostlarımız, baxmayın ki, deyir, mən milli fəalam. %99'u o cür düşünür ki, farslar bunun zehninə qoyublar ki, o cür düşünsün. Biz bundan nə cür çıxaq? Bu da çox cəlib kitabdır. Mənim nəzərimə bunu oxumaq bizə çox lazımdır. Beləsə bir 10-15 kitabı üst-üstə hərəsindən də biraz oxudum, hərəsinin haqqında biraz oxudum. Görək ki, bunlar bizim nə dərdimizə dəyər, nə eləmək olar. İçindən hər halda bu Sümürgəni seçdim. İcazə buyurun, tapım hara getdi. Bu Türkiyədə tərcümə olubdur. Mən bunun əl-an baxım oxumağında davamı vardı. 75-ci səhifədən səhifəyəcən oxumuşam. Amma indi icazənizlə mən bunu gəlim birinci səhifəyə və əksin göndərim. Dostlar, bu internetdə də var. Siz əlbəttə bunun tərsəsini görürsünüz. Necə bayrağın tərsəsini görürsünüz. Bu kitabın da tərsəsini görürsünüz. Bu ayna şəklindədir. Yəni dürbün ayna formatında bizi göstərir. Onun üçün mənim sağım orada sol görsənir, solum sağ görsənir. İndi məsələn mənim bura sağdır. Sizin orada sol görsənir. Yəni mən özüm məsələn orada baxanda bunu sol görürəm da, yəni. Hər halda bu kitab üstündə də əksi budur. Baxın, çox gözəl bir əksi var. Bir dənə adamdır ki, çox əzilmiş və kötək yemiş, üz-gözü cızılmış, umudsuz, yekə gözlərlə göyə baxır. Gözün yekəliği aclıq əlamətidir dünyada. Yəni, çox gözlər ki, insanlar arıq olanda gözləri çox-çox yekə görsənər.
hətta bəzi insanlar ki, gedərlər xəstəxanada əməl cərrahı olarlar, bir uzun zaman bunlara serum verərlər, yemək verməzlər. Bunlar arıqlarlar, arıqlayanda gözləri bunların çox yekə görsənər. Bədən arıqlar, sümük görsənər. Yəni bədənin iskeleti çıxar eşiyə, sümüklər çıxar eşiyə, çox yekə görsənər. İskeletlər əcib görsənər. Ərz edeyim xidmətinizə, bu kitab bunu götürübdür. Yəni insanı somurublar, döyüblər, əziblər, ruhu, rəvanı, cismi aradan getmək üzərə aj şəklində, bədbəxt bir şəkildə bir insan rəsm eləyiblər və sonra bu bir yerə baxır. Nəyə baxır? Ümidlə baxmıram. Bəlkə acı ilə baxır, bəlkə narahatçılığına baxır. Kitabın əsl tərcüməsi, kitabı burada adı düz tərcümə ediblər. Albert Memmi. Yazanın adı Albert Memmi. Əlbəttə, türkcədə bunu Fransa kimi yazıblar elə. Çünki bu adam Əlcəzairi Tuneslidir. Albert Memmi Tuneslidir. Tunes və Əlcəzair bilirsiniz, Fransənin sömürgəsidir. Diqqət buyurun, istemar bu kəlməsini bundan buca işlətməyəcək. Çünki əlbəttə, məcburam hər cələsə dostlar gələcəklər, onun üçün bir dəfə bunu deyəm ki, istemar, yəni sümürgə. Tunes və Əlcəzair Fransənin sümürgəsi olduğu üçün Fransəlilər onları sümürgələşdirmişlərdir. Yəni, onların fikirlərin, vətənlərin, canların hamısını sorurdular. Onları zəli kimi düşmüşlər, onların vətənlərinin, fikirlərinin, dillərinin, tarixlərinin, hüviyyətlərinin canına və onları mənsizləşdirirdilər. Yəni, onların mənliğin, Əlcəzairliğin, ərəbliğin, müsəlmanlığın əllərindən alıb, onun yerinə bir Fransə şeyi verirdilər bunlara. Biz də bunu indi necə yaşırıq, nə vəziyyətliyik, bunu burada bu kitab bizə deyəcəkdir. Bu kitab əslində, dostlar, bunun adı Sümürgəcinin portresi. Sümürgəcinin portresi görürsünüz, tərsə görsəniz, çünki orada siz sağdan görürsünüz, oxuya da bilmirsiniz. Sümürgəcinin portresi və sümürgələşdirilənin portresi. Yəni, portre, diqqət buyurun, İranda tərcümə ediblər əks. Əks deyil, özürsən, çehrə deyil. Təsvir. Çünki bu adam əksin qoymur ki, o deyir ki, sümürgələşdirilən nə cür bir camiədir, nə cür bir millətdir, nə cür bir topraqdır, nə cür bir fikirdir, nə cür bir düşüncədir. Sümürgələş özü nə cürdür, ondan bir təsvir verir sizə. Yəni, yazı yazır, siz bunu oxuyursunuz. Dostlar, çox üzrüstən bir telefon gəldi, mən vurdum, bağlansın, amma açıldı. Bəlkə də iştibah elədim. Umarım ki, səs var. Ərz eləyim ki, bu bir kələmələri yazır. Farsça deyilər qozarişi tavsifi. O bir tavsif elir, kəlmələrlə yazı yazır. Məsələn, Türkçəsində mənə deyirəm ki, mənim yarım uca boylu, qara qaşlı, çaman qaşlı, püstə dodaqlı, nə bilim, nə mənə yanaqlı, saçları şəlalə kimi tökülür yanlarına. Yəni, bu, bir dana siz buradan bir təsvir alırsınız. Ki, mən nə cür bir yara aşiqəm. Tamam. Bu, o kəlmələrlə bir təsvir verir, portre. Portre latincə sözdür. İndi Fransa'dır ya İngilizcədir, bilmirəm. Hər halda latin bir sözdür. Bu, yəni, ondan sizə bir təsvir çəkirəm, bir nəqqaşi edirəm. Məsələn, bizim o Zəncanlı böyük şairimiz deyir ki, mən sizi silkələdim, ayılmadınız. O bir təsvirdir. Portre yaradır. İndi, amma çehrə deyəndə, yəni elə bir ki, siz istəyirsiniz, bunu danışasınız, bunu şey eləyəsiniz. O mənada çıxmır. Ərz edeyim xidmətinizə ki, indi bu kitabın bir dana şeyi var, Albert Memmi haqqında bir yazısı var ki, kimdir, harada doğulubdur, Tunesdə doğulubdur, hangi il doğulubdur, nə eləyibdir, hangi işlər görübdür. Əvvəl buna görə bir yazı var. Sonra Albert Memminin özünün bir
İngiliscə şeyinə bunun bir müqəddəməsi var. Onunla üzbəüz oluruq. Sonra kitabın içində 170 neçə səhifədir. Ona görə bir şeylər yazır və sonra başlayır 1961 tarixli baskıya yayımcının notu. Bu kitabı naşirin bir dana notu var. Ona görədir. Sonra bundan da yetişirik. Yenə də bir 1966-cı ildə bu kitaba yenə bir ön söz yazılıb, yəni müqəddəmə yazılıbdır. Ön söz müqəddəmə deməkdir türkcə, ərəbcədə. Onu görürük və əgər səhv eləmirsən bu ön söz ki yazılıbdır, bu çox mühümdür. Bu əsli kitabımızdan, yox, bu Albert Məminin özününküdür yazıbdır. Amma bunun üçüncü müqəddəməsi məşhur bir adam yazıbdır. Dünyada tanınmış bir adamdır, Fransəlidir, Jean-Paul Sartre. Jean-Paul Sartre bu kitaba müqəddimə yazıb. Bu müqəddiməni Döktür Xaniki bizə danışqahda dərs verəndə bunu deyibdi. Kitabın özündən çox danışmayıbdı. Çünki Jean-Paul Sartre'nin bu müqəddiməsi çox kitabın özündən önəmlidir, deyə bilərəm. Çünki bir Fransəli filsuf yazır. Həm Fransa özü Tunisdə qətliam eləyir, insanların beynini dəyişdirir, torpağını dəyişdirir, iqtisadını dəyişdirir, yaşamını dəyişdirir, tarixini dəyişdirir, dilini dəyişdirir. Məsələn, Əlcəzairlərin və Tunislərin bir çoxu özlərini Fransəli bilirlər hala. Və Fransəlilər onlara deyirlər ki, siz Fransəlisiniz. 100 il onların, bəlkə də 100 ildən çox onların sümürgələşdirməsindən keçir. Amma onlar hala, məsələn, dünyanın geri qalmış məmləkətlərindən biridirlər. Əlcəzair və Tunis. Çünki sümürgəçi sizi sümürməyə gəlmir sizi və elə eləyə ki, siz o sümürgələşməyə lazım olasınız. Yəni, sevinəsiniz ki, nə gözəl ki, Fransəli ya İranlılarla biz qalırıq və İranlıyıq, məsələn, deyə. Diqqət buyurursunuz. Tuneslilərdə bilmirdilər ki, məsələn, mən Tunesliyəm, mən şey deyiləm. Bir çoxu mədrəsədə bunu öyrəşmişdilər ki, mən Fransəliyəm. Mən Fransa millətinə, böyük millətə, tarixli millətə etiqadım var. Mənim dilim Fransa dilidir, mənim tarixim Fransa dilidir. Bizi zorla bunlar, ərəblər müsəlman eləyiblər. Biz müsəlman olmuşuq, İslam bizim dilimizdəyik, dinimizdəyik, ərəb bizim dilimizdəyik, bizim dilimiz Fransadır. Və hətta onlar müstəqil olandan sonra da birinci dillərin yenə də Fransa seçiblər bəzi yerlərdə. Yəni, yox, mənim dilim, məsələn, ədəbi dil olmaz, elmi dil olmaz. Niyə? Çünki bunların beynini doldurmuşdular. Da 2 nəsl, 3 nəsl beyni dolmuşdu. Mən istəyəm əmniyyətə çatam, rifaha çatam, gərək Fransəli kimi olam, Fransəli olam əslən. Fransəli kimi davranam, düşünəm, yaşayam və Fransa mənim ana vətənimdir. İndi burada deyəcək, burada hətta İranın kommunistləri də burada var. Yəni, kommunistlər də deyir ki, deyirlər, Rusiya bizim ana vətənimizdir, yəni çünki ora kommunistdir və biz oranın əvvəl abad olmağı mühümdür, sonra bizə əgər bir şey çatsa önəmlidir. Bunun üçün kommunistlərin, İran kommunistlərinin, xüsusən Azərbaycan kommunistlərinin də heç vaxt hədəfləri bu olmayıb ki, məsələn, İran texnoloji cəhətdən Ruslarla bərabərləşsin. Ya Azərbaycanlı kommunistlər, türk kommunistlər, türkəmənlilər, Qəşqai kommunistlər, ya o birisi kommunistlər ki, İranda vardılar, türk kommunistlər. Bunlar heç vaxt fikirləşməyiblər ki, Azərbaycan da İsfahancan, Kaşancan, Simnancan, nə bilim, bunlarcan şey olsun, rifahda olsun, sərvət qazansın, kərxana qazansın. Məsələn, cəlibdir, mən amarlara baxırdım, İranın öz nümayəndələri deyir ki, İsfahanda 264, əgər iştibah eləməsəm, bəlkə də çox, 264 ən azı motosiklet fabrikası var. Niyə bunu 264 şəhərə bölməyiblər? Çünki sümürgəçi bu düşüncəsidir. Niyə mən məsələn o şeyi ki, özüm eləyə bilərəm burada qoyam?
O sümürgələşdiriliyim insanlar ki, farslaşıblar, onlar gələrlər mənim toprağımda, mənə işləyərlər, mən güclənəm, mən rifahda olan, mən əmniyyətdə olan, mənim hər şeyim bunlar aparalar qabağa, mən ağa, onlar nökər. Niyə mən belə eləməyim? Hətta o amarda o nümayəndə məclis deyir ki, mən bunu Instagrama da qoymuşam, həm videosunu fikrini qoymuşam, həm də yazıb bunu göstərmişəm orada. Yazı şəkli formatında da yaymışam, yəni dostlar yayıblar, mən də yaymışam. Deyir ki, motosiklet karxanalarının sayı, İsfahandakı motosiklet karxanalarının sayı Hindistan, Çin, Amerika, Koreya Şimali və Koreya Cənubi qədər karxana var orada, motor karxanası var. Bunlar tualetləri yoxdur, bir başqa söz. Amma bunlar pul alırlar, büdcə alırlar, imkanat alırlar, subsid alırlar dövlətdən. Niyə bunlar Azərbaycanda olmuyor? Çünki bunlar imkanat, subsid falan alsalar, gələr Azərbaycanda xərclənər. Ya məsələn, 30 neçə dəmir əritmə fabrikası var şeydə, 50 neçə şayətdə. İsfahanda. Niyə məsələn bunlar, eyni halda bunların da çox suya ehtiyacları var. Niyə məsələn Bəndərdə olmayıbdır, bu tərəfdə deyək ki, Xəzər dənizində olmayıbdır? Niyə orada olmayıbdır? Ya niyə Azərbaycanın çaylarının dibində qoymayıblar? Ki, çay var, su var. Niyə İsfahanda qoyublar ki, su yoxdur? Gərək suyu ayrı yerdən gətirərlər. Çünki sümürgəçi bu işi görər. Hər halda bu müqəddəməni yazan ki, Jean-Paul Sartre'dir. Bu çox önəmlidir. Çox önəmlidir, ərz elədim. 1957-də yazıb bu kitaba. Və 1957, yəni dostlar, üst-üstə 25 il bundan qabaq bu kitab yazılıb. 75 il bundan qabaq bu kitab yazılıbdır. İndi 2022-dir. Bu da 57. 25-26 il, yəni bundan qabaq 75-76 il bundan öncə bu kitab yazılıbdır. Bu müqəddəmə çox mühüm olduğu üçün bunu mən qoyacağam, qalacaq dostlar. Və bunu biz sabahdan oxuyacağıq. Kitabı qutarandan sonra oxuyacağıq. Çünki kitabı əvvəl oxuyaq görək əslən qəziyyə nədir? Sonra görək bu adamın xülasəcə nəzəriyyələrini də oxuyaq. Jean-Paul Sartre'nin də, Sartre'nin də, ya Sartre'nin də, Jean-Paul Sartre. Bunun da müqəddəməsini oxuyaq. Çox cəlibdir. Yəni mən bu müqəddəməni oxudum. Mənə çox cəlib gəldi. İndi dostlar, bu kitabı əgər dostlar indirsələr, sümürgəcinin portresi səhifəsində yetişirik. Sümürgənin, mən bunu əlbəttə print elərəm ki, əlimdə rahat olsun daha. Sümürgəli deyə biri var mıdır? Sümürgəli. Əslən deyir, belə bir şey var mıdır? Bu bizim üçün çox önəmli daşır dostlar. Sümürgəli deyə biri var mıdır? Belə bir qavram məna, məfhum. Belə bir qavram var mıdır? Əslən ki, sümürgəli. Yəni nə mənə? Gözəl bəhsidir. Mən istərdim ki, bunu danışaq. Mənə çox cəlib gəlirdi. Mən eləyə bilirdim bunu saatda, məsələn, 10 səhifəsini zaten oxuyam. Farsda çox oxuyuram. Bunu kitabı oxuya bilirdim. Amma yenə də mən deyim dostlar, mən ana dilimizdə dərs oxumamışam. Kitablara gözüm, qulağım və beynim adət eləməyibdir. Kəlmələri tanımıram. Diqqət buyurun, əvvəl öz zəfilərimi deyim. Sonra dostlar deməsə, həm yavaş oxursan, həm hıqqınırsan, həm zıqqınırsan. Mən əsli bu kitabları oxuram ki, türk baxışı ilə türkü elmi, ictimai, siyasi, fəlsəfi düşüncələri tanış olum, bilim, anlayım. Bunları tanış olmağın farsçası ilə 50 il zəhmət çəkmişəm. Amma indi istəyirəm ki, bunları türkcə öyrəşim. Onun üçün, məsələn, bu sümürgə özü taza bir sözdür, taza bir sahədir. Heç birimiz bu haqda oxumamışıq, dostlar, eşitmişik. Amma bilmirik nədir. Bir elmi kitablar oxumamışıq, görək ki, burada necə düşünüblər. Məsələn, Albert Məmi birinci ola bilər bu sahədə kitab yazıbdır.
Ondan sonra ola bilər. Yəni bilmirəm, bəlkə bundan qabaq da var. Mən hətta bu qədər təhqiq eləməmişəm. Görürəm ki, Albert Məmidən qabaq bir adam bu haqda kitab yazıb ya yox. Bəlkə ingiliscəsinə baxsaydım daha rahat tapardım ki, var ya yox. Onun üçün biz elmi baxmamışıq. Biz həmişə dostlarımız gəliblər, bir süxənranlıq eləyiblər. Hətta bu Albert Məmini çox oxumayıbdır. Yəni %90 dostlarımız, %99 hətta deyə bilirəm dostlarımız ki, istismar və müstəmirə ya sömürgəçilik haqqında danışırlar, ya yazırlar, elmi baxışları yoxdur. Bilmirlər ki, bu nə cür analiz olub. Əslən, bu elm, bu düşüncə, bu fəlsəfə, bu cür baxış insanın, ya bəzi insanların, bəzi toplumların, toplum camiə, cəmiyyət, bəzi ellərin, yəni millətlərin yaşamına bu vəziyyətdə baxıb, bu vəziyyətdə onları analiz eləmək, bu taza bir sözdür. Yəni, qədim söz deyil, bunları İbn Sina zamanında bunlar yox idi. Bunlar çox taza sözdülər. Bunlar keçən 200 ilin, 250 ilin sözüdülər. Onun üçün bu qavramlar, bu məhfumlar bizə tazadır. Və farslar bunu tərcümə eləyəndə dostlar, elə tərcümə eləməyiblər ki, biz ki, türküq və müstəmir yox, bilaq ki, anlayaq ki, mən də bu şəraitdə yaşıram, mən də müstəmiriyəm. Əgər vaqən belə olsaydı, biz inqilaba qədər bu kitab ərz elədim, inqilaba qədər 4 dəfə çap olubdu. 4-cü çapında 11.000 nüsxə çap olubdu. Yəni bu 11.000 nüsxədən 11 danası Azərbaycanlıların əlinə keçməyib, oxuyarlar gəlir, bu Albert Məmi Tunesin vəziyyətində yazdığı kitab, Əlcəzairin vəziyyətində yazdığı kitab, Amerikayı Cunubinin haqqında yazdığı kitab. Mən də bu cür yaşıram. Mənim toplumum da belə yaşır, mənim millətim də belə, elim də belə yaşır. Bunu deyib, əgər bu haqda yetişə bilsəydi, yəni kitab oxusaydı, baxın, biz kitab bir fikirci bir istəxridir, bir göldür. Biz ora üzmağa giririk bu kitaba. Bu kitabdan biz bunu oxuduqsa bizim beynimiz değişilir. Əgər biz kitaba oxuyuruq, amma görürük ki, düşünmürük ki, mən də belə yaşıram, mənim millətim də belə yaşır. Yəni bu kitabı değişdiriblər. O qədər değişdiriblər ki, mən bu kitabı oxuram, poz verirəm ki, mən kitabı, məsələn, Çehre-i İstimar, gəl Çehre-i İstimar zədəni oxumuşam, Humanatiqin tərcüməsini oxumuşam, çox əcib kitabdır. Biz komünistlər əcib bundan müxalifik. Amma mən fikirləmişəm ki, Azərbaycanda belədir. Azərbaycanın çıxış yolu Tunes kimi olmalıdır, Əlcəzair kimi olmalıdır, Amerikayı Latin kimi olmalıdır. Amerikayı Latində olan 50-60 məmləkət kimi olmalıdır. Bunu düşünəmirsəm, pəs bu kitabda bir cür yazılıbdır ki, mən o məhfuma yetişməyəm. Siz 57-yə baxın, 58-ə baxın, 59-a baxın, ta 61-əcən. Bizim hər cürə Güney Azərbaycanda və türklərin içində hər cürə siyasi düşüncə var. Müxtəlif partilər, gündə bir dana solcu, yəni kommunisti, sosialisti, nə bilim, maoisti, nə bilim, fedel katroisti, nə bilim, fedelisti deyək, nə bilim, leninisti, fulanisti hizbilər qurulur ki, saysaq adları 20-30 dana hizbə çıxar bəlkə, amma heç birisi demir ki, Azərbaycan, hamısı deyir İran. Heç birisi demir ki, Azərbaycan niyə belədir? Türklər yaşayan torpaqlar, türk milləti niyə bu vəziyyətdədir? Bizim dilimiz niyə? Baxın, birincisi budur, heç deyə bilmişim, mənim dilim niyə rəsmi deyil? Bir dana sömürgədə yaşayan, yəni bir dana adam bu kitabı oxur, amma deyə bilmir ki, niyə mənim dilim, bəs mən niyə öz dilimdə dərs oxumuram? Niyə mənim dilim qadağandır? Deyə bilmir ki, niyə mənim torpaqlarıma farslar təsmin tuturlar, mənim vətənimə farslar təsmin tuturlar, mənim adlarımı değişdirirlər, mənim tariximi değişdirirlər, hətta mənə deyirlər ki, sən kimsən? Bunu o mənə deyir ki, sən kimsən? Mən özüm haqqım yoxdur, özümə deyəm ki, mən türkəm, o gərək mənə deyir ki, sən türk deyilsən, mən də gərək qəbul eləyəm ki, o düz deyir, pəs mən türk deyiləm. Diqqət buyurursunuz, biz kitabları belə oxumuşuq. Yəni, kitabları belə yazıblar ki, farslara zərəli olmasın. Əgər kitabları elə yazaydılar ki, biz onu oxuyanda doğrudan biləydik dünyada nə geçir, farsların evi yıxılardı. Hala biz İranda kitabları belə oxuyuruq. Onun üçün dostlar, mən bu kitabı ki oxuram, yavaş oxuyacağam, hıqqına, zıqqına, bu mənim ikinci kitabımdır ki, Latin əlifbası ilə oxuram, türkcədə oxuram.
elmi kitabdır, fəlsəfi kitabdır, tarixi kitabdır, sosyoanaliz kitabdır. Yəni toplumsal elmidir bir, onu analiz edir. Bu taza sözlər işlənibdir. Çoxunun mənasını bilmirəm. Çoxunda tarixə işarə edir, amma adına. Adam, yəni bir dənə adamın adına işarə edir. O adamla gedir tarixdə sənə bir durum verir. Mən o adamı tanımıram. Məsələn bilmirəm bu kəlmə türkcədir, ərəbcədir, nə anlamına gəlir ki, bilən bu adamdır. Hələ bilən ki bu adamdır, bu Yunanlı bir adamdır, bu məsələn Rumlu bir adamdır, bu Bağıstanda məsələn Allah imiş, bu şeyləri bilmirəm. Amma türk oxuyan adam bunları birinci sınıfdan qabaqdan başlayıb öyrəşib ta gəlibdi məsələn olubdu. Bu kitab danışıq kitabı dostlar. Bu kitab dəbiristan ya rahnımayı kitabı deyil. Bu da danışıqda bu dərs oxunur. Amma bizim danışıqlarımızda yox. Bizim danışıqlarımızda bizim üçün yox. Onun üçün mən çalışıram ki, bir iş görəm. Əslində bu bir dənə 4 vahidi dərsdir dostlar. Hüdudən 80 saata 120 saat bunun dərsidir. Mən çalışıram ki, bu kitabı oxuyam. Neçə hədəfə? Bir hədəflərimiz deyək. 1. Türkcəni öyrəşəm. 2. Elmi türkcəni öyrəşəm. 3. Fəlsəfi türkcəni, camiəşünasi türkcəni, tarixi türkcəni, doğru türkcəni öyrəşəm. Bu birincisi. Yəni üçüncüsü də bu. Hətta 4-5 oldu da. Bunların hərəsi o cürsü. Ondan sonra türkün beynim, gözüm, qulağım. Əlbəttə mənim qulağım türkcəyə yaxçıdır. Yəni türkcə indi hər kəs hər nə mənə kitab qoyaq, sauti kitab deyirlər ya səsli kitab. Səsli kitabları qoyanda qulaq asanda mən rahatca ondan gedirəm. Yəni müşkülüm yoxdur. Amma beynimdə oxuyanda bu kəlmələrə biz adət eləmişik. İranda farsça oxuruq ya latin ərəbcə, ərəb əlifbası ilə oxuyanda türkcəni gözümüz adət eləyibdi bu sözlərə. Bir dənə də fərqi var. Türkiyə türkcəsi ilə Güney Azərbaycan türkcəsinin bir fərqi var. O da budur ki, onlarda feil bir cür deyilir, kəlmələr bir cür deyilir, bizdə bir ayrı cür deyilir. Yəni, ləhcə fərqi var. Ağız, ləhcənin fərqi o ağız. Yer fərqi var hətta. Yəni, məsələn, deyək ki, bizim bəzi torpaqlarımızda kilo kebaba deyirlər, kilo kebab. Bu bir ağızdır, dostlar. Gülməli də deyir, çox da iftixar eləməlidir və gərək də bunu saxlayaq ədəbiyyatımızda. Yəni biz haqqımız yoxdur, gələk deyək ki, biz bir dana rəsmi dil çıxadacağıq, bir dana ədəbi dil çıxadacağıq və bundan sonra tamam millətlərimiz hamısı, yəni millətlərimiz deyəndə tamam ağızlarda, ləhcələrdə danışan millətimiz hamısı gərək elə bunda yaza, bunda danışa. Yox, bu cinayətdir. Bunu biz əslən gərək eləməyək və gərək saxlayaq. O dostlarımız ki, həmvətənlərimiz, dildaşlarımız, qandaşlarımız, yoldaşlarımız, vətəndaşlarımız ki, deyirlər kilo çabab ya bəli, kilo çabab. Bunlar elə o cür deməlidirlər. Bu bizim xəzinəmizdir. Söz dağarcığımızın xəzanəsidir. Biz bunları saxlamalıyıq və bunlarla getməliyik məncə. Amma bunun yanında biz indi gedirik o şey ki İstanbul ya Türkiyə türkçəsi deyirlər, onda oxuyaq. Onda biraz fərqimiz var yazılışlıqda. Hətta mən diqqət elədim, bəzi kitablara gəldim bu müddətdə, özüm səsli kitabları tapdım. Şeydə də qoyublar. YouTube'da da qoyublar dostlar. İstəsəz gedib səsli kitabları oradan indirə bilərsiniz. Onların bəzilərində yazılısın internetdə yenə download edə bilərsiniz. O adam orada oxur, siz də buradan baxırsınız. Müəllim kimi oxusun, siz də baxın. Görəcəksiniz ki, danışanda təqribən Güney Azərbaycana yaxın danışılır kitabı oxuyarkən. Amma yazıya baxanda görürsünüz ki, fərqlidir. Onun üçün mən bunlarda zorluq çəkirəm, çətinlik çəkirəm. Yavaş oxuram, höccülürəm, amma bunları özümə zərər bilmirəm. Geri qalmışlıq bilmirəm. Dostlarım bəzi məndən çox 1000 pay yaxşı oxur, amma oxumurlar. Oxumadıqları üçün mən bunu oxuram. Ya mənim kimi oxumurlar, yenə də ona görə mən oxuram. Amma valqayım dostlarım biri, onlar ki, bu kitabı oxuya bilərlər, tozih də verə bilərlər bizim üçün. Gəlsə oxusa, yaxşı oxusa, hızlı oxusa, düz oxusa, mən əlini öpərəm və köməklik də edərəm hətta. Yəni mali köməklik belə elərəm. Yəni gəlsin, oxusun, biz də öyrəşək. Çünki mənim ehtiyacım var, biri bunları mənə bir-bir kəlmələri anlata.
Onun üçün dostlar, mən bunu başlayacağam, özüm oxuyacağam, yavaş oxuyacağam, hıqqına, zıqqına, zor çəkə, höccüliyə və sizi də mən özüm yanımcan aparacağam. Bizim beynimiz, gözümüz, ağzımız adət eləyəcək elmi kitablara. Bir-iki kitab belə oxuyandan sonra yavaş-yavaş adət eləyəcək. Diqqət buyurun dostlar, 10 səfər, 20 səfər bunu dözün, oxuyaq. Görəcəksiniz ki, yumuşacalacaqdır bizə. Hər şey rahatlaşacaq, ravanlaşacaq. Yumuşaqca bunu çox yağ elə bir içirik. Bilirəm sizlər yağ içməzsiniz, amma mən yağ içərəm. Bunu yağı ki dedim, bunu da deyim dostlar. Bizim şeyimizdə Türk olaraq bir yağ var, adına deyirik sarı yağ. Sarı yağ nədən gələr? Heyvandan gələr. Mal heyvanı sağarlar, onu çevirərlər yağa. Bu yağı, buna deyirlər, Türkiyədə deyir tərə yağı, bizdə deyirik ki, kərə yağ. Buna deyirik kərə yağ. Bu kərə yağı əridərlər, bilirsiniz, qeynər. Çox qeynər. Qoyarlar, məsələn, bir saat qeynər, bu biraz həm bişər oturar yağın dibinə, yapışar qabın dibinə, qazmaq kimi olar. Həm də rəngi yavaş-yavaş suyu uçər, içində olan suyu, ayranı uçər və bunun xalis yağı qalar, rəngi də saralar. Buna deyərik sarı yağ. İndi dostlar, bizim tariximizdə, Türk tarixində bir dənə təcrübə var. Bu, insanların o birisi kültürlərdə var ya yox, xəbərim yox. Bunu təxtə qaşıqla, siz bunu qeynər, qazın üstündə qeynir, mən əksində salmışam, bunun filmini də çəkmişəm, yaymışam da, dostlar istəsələr, ora baxa bilərlər. Bunu qeyniyə, bu yağı qaşıqla, təxti qaşıqla götürürsünüz, bunu püfləmədən, yel buna dəymədən, eləmədən bunu aparırsınız ağzınıza və tökürsünüz ağzınıza qeyniyə və bunu içirsiniz, gedirsiniz qarnına. Nə diliz yanır, nə ağzınız yanır, nə damağınız yanır, nə də qarnınız yanır. Amma qeynir. Bu fizikin ziddi nədir? Fizikdə hər o şey ki 100 dərəcədə qaynaya sizi yandırar. Amma yağ ki, bəlkə 200 dərəcəyə qalxıbdır, qeynir, nə bilim, indi 1 saatdır qeynir, 200 dərəcəyə qalxıbdır. Bunu götürürsən, tökürsən, ağzına içirsən və səni yandırmır. Şərti dedim, budur ki, püfləməyəsən. Əlbəttə, belə deyiblər, mən heç deyəsən, özüm püfləyib içməmişəm, görəm ki, yandırır. Çünki ağzım deyərəm yanar, ona görə. Amma mən ömrümdə bunu 3 dəfə bunu imtihan eləmişəm və üçündə də ağzım yanmayıbdır. Çox da faydalıdır əlbəttə, bunu deyim. Çoxlu mərizçılıqlara faydalıdır. Xüsusən, onlar ki, çox uzun zaman bimaristanda qalırlar, xəstəliklərə mübtəla olurlar. Zahı xanımlara, ya da doğan xanımlara, ərz edeyim xidmətinizə, aclığa girən insanlara qrev, farsça qrev işlədirlər, qrev kəlməsini işlədirlər. Farsça etisab qəza işlədirlər ki, ərəbcədir, hər ikisi, həm etisab, həm qəza. Türkçədə qrev də işlədirlər, acıq qrevi. Etisab əvəzini işlədirlər. Məsələn, görürsünüz, bu qrev sözü bizə tazadır. Çünki biz farslardan almışıq etisab-ı qəza. Buna qulağımız, zehnimiz, beynimiz var. Onun üçün əgər biz cümləni oxuyanda elə görürük ki, yek zindani dər zindan Təbriz etisab qəza kərd. Biz bunları heç çoxunu oxumuruq. Gözümüz görür, gedirik. Çünki gözümüz və beynimiz bunlara adət eləyiblər, gedirik. Çünki 50 il ömrümüzü, ya hər neçə il ömrümüzü bu cür sərf eləmişik. Gözümüz görəndə kəlmələri oxumağa ehtiyacı yoxdur. Hədd sıvırır, gedir. Onun üçün də biz kəlmələrin içində qələt yazılsa bilmərik. Amma bir dənə ayrı əlifba ilə başlayırıq kitab oxuyaq. Çünki bizə tazadır, beynimiz və gözümüz adət eləməyibdir. Hətta ağzımız ədəbi sözlərə adət eləməyibdir. Qulağımız ədəbi sözlərə adət eləməyib, ya rəsmi dilə adət eləməyib. Onun üçün biz bunu oxuyanda höccüləşirik, zorlaşırıq. Məsələn, indi elə mən buradan bir paragraf oxuyayım, sonra qutaraq qalsın, sabahdan kitabı ilə başlayırıq oxumağa. Deyir ki, sümürgəli deyə biri varmıdır? Baxın, məsələn, mən özüm buradan iştibahi elirdim. O zaman ki, mı istəyirəm yazam, əlaməti sualdır Türkçədə, mı sözü. Hangi kəlmənin yanına gəlsə, onu sual elər. Bunu yapışdırırdım o kəlməyə. Burada ayrı yazır. Amma dır ki, feilidir, onu yapışdırır mıa. Mıdır. Məsələn, deyir ki, sümürgəli deyə biri var, mı ayrıdır, mıdır. Mıdır bir kəlmə yazılır. Görürsünüz, bu məsələn biz bunu yazmadığımız üçün bilmirik.
Və ha belə məsələn mən əlon diqqət elədim, elə bunu sizə oxuya diqqət elədim. Məsələn burada diqqət buyursanız elə bu üstdəki kəlmənin hər 4-ünün ya hər 5-inin də 5 idi. 5-inin də başı 4-ünün başı mıdır? Yox. Amma o kəlmələr ki, kəlmə müstəqil kəlmədirlər. Sümürcəli, diyə, biri, var. Bunlar üçün hərəsi müstəqil bir kəlmədir. Onu eləyiblər. Böyük hərfinlə yazıblar, titridə. Diqqət buyurun, titridə böyük hərfinlə yazıblar. Amma sonra mıdır, çünki mı özü hərfidir, hərfi istifham deyirlər ərəbcə, farslar da elə bu cür işlədirlər, hərfi suali indi deyirlər mən. Onu məsələn eləyibdir, kiçik yazıbdır. Diqqət buyurun, məsələn biz ədəbi olaraq biz bunları bilmirik. Ya yenə də elə onun altında bir ayrı kiçik cümlədə yenə də yazıbdır ki, hani burada bəli, biraz bu birinci titridir, bu da ikinci, yəni orta titridir. Bunu diqqət buyursa birinci fəslidir əslində, biri başlayırıq, sonra gedəcək bir 20-30 səhvədən sonra 2, sonra da bir 20-30 səhvədən sonra 3 olacaqdır. Deyir ki, sümürcəyə yerləşməyə gələn yolculuğunun anlamı. Yenə də burada titr olduğu üçün hər kəlmənin əvvəldəki hərfin böyük hərfinə yazıbdır. Sümürcə s hərfi böyük yazılıbdır. Yerləşməyə böyük hərfinə yazılıbdır. Gələn, titr olan daha diqqət buyurun. Gələnin, yenə də bu gələn böyük hərfinə yazılıbdır. Yolculuğunun, bizdə yolculuğunun deyirik, orada yolculuğunun deyirik. O ki, ha dostlar bizdə, məsələn deyirik dücü, diqqət buyurun dostlar, bizdə də var. Ərdəbildə və çox yerində dücü deyilir, düyü. Təbrizdə və bir çox yerdə düyü deyilir. Məsələn, Qəradağda da düyü deyilir. Əlbəttə, mən bilmirəm, mən indi Qəradağ yadımda deyil ki, dücü deyilirdi ya düyü. Fikirəm, dücü deyilirdi, Qəradağda da dücü deyilir. Çünki mən 50 neçə ildə oradan çıxmışam, 50 ilə yaxında oradan çıxmışam. Onun üçün indi yadımda deyil ki, dücü deyildi. Çünki biz o zaman mən düzün vaxtda ömrümüzdə dücü görməmişdik ki, dücü taza teknolojinin şeyidir, gəlib getdiğidir. Yəni, kommunikasyon deyirlər da, indi türkçədə. Yəni, həml-i nəql. Gəlgedin, maşınlı, təyərli gəlgedin şeyidir, motorlu gəlgedin səmərəsidir. Gedir filan yerdən düyünü alır, gətirir bura. Yoxsa o zaman, məsələn, biz ərişdə yiyərdik. Qarma yiyərdik. Qarma dadır. Buğdanı belə şey döyərlər, bir əzilər, çox da əzilməz. Ona deyərlər, qavırğa bişirərlər. Amma bunu da yarma. Yarma ilə, məsələn, ərişkəni qatardılar, bunu bişirərdilər, bayramda, məsələn, bunu yiyərdik. Düyü yox idi. Onun üçün yadıma gəlmir ki, dücü deyərdik, ya düyü deyərdik. Hər halda, məsələn, o Təbrizdə, indi, məsələn, ya çox yerdə düyü deyirlər. O ciki var, o yumuşalıbdır. Məsələn, Qəşqailəri mən dillərin bilirsiniz ki, dəfələrcə, yüzlərcə bunu yazmışam. Mən Qəşqai türkçəsinə aşiq biriyəm. Yəni, Qəşqailərin hamısına əsən insan olaraq aşiqəm. Amma dilləri başqa bir vəziyyət var. Məsələn, onlarda bir dənə nə vardı? Yəni, n-gi kimi yazırlar, qədim türkçə kimi yazırlar hala. Və o cür danışırlar hala. Amma biz o cür danışmırıq, bu Türkiyədə daha yumuşalıbdır. O düyü sözü, dücü yazılır, amma üstünə bir belə nöqtə kimi bir şey qoyurlar, 7 kimi bir şey qoyurlar. O yumuşaq y oxunur, y da oxunmur, g da oxunmur, ü oxunur, bir cür oxunur. Onun üçün mən burada deyirəm, məsələn, yolculuğunun demirik. Türkiyədə bu biraz anlamı. İndi buradan başlayır buna görə. Diqqət buyursanız, sümürcə dedik nədir? Hər nə ki somuraq. Məsələn, mən istəyəm bu meyvəni soyam və bunun için sumuram. Sümürcə bu olacaqdır. Sümürcəyə. İndi deyək ki, bu torpaqlar bir dənə məmləkətdir. Biz gedirik oranı alaq əlimizə və oranı sümüraq. Oradan faydalanaq. Onların millətin, hər şeyin el yaxşı. Onlar özləri bizə işləsinlər. Biz tarixdə bir dənə böyük insanlıq deyilik o adına indi. Amma diqqət buyurun dostlar, özümüzü toğlamayaq. Mən əyri oturaq düz danışaq. Türklər, Osmanlılar gediblər Avropanın yarısını, Afrikanın hamısını, Asiyanın bir çoxunu, Amerikanın bir çoxunu alıblar.
Amma bunları sümürcələşdirməyiblər. Cəlib budur. Maliyyat alıblar, amma sümürcələşdirməyiblər. Maliyyatla sümürcə fərqlidir. Cəziyyə ilə sümürcə fərqlidir dostlar. Sümürcədə siz insanın başına bir oyun gətirirsiniz ki, bir nəsildən sonra, iki nəsildən sonra özünün dilin, tarixin, hər şeyin danır. Özünün pişrəft, tosəsin, inkişafın sənin tosəndə bilir. Sən güclənsən, o da güclənir. Sən zəif qalsan, o da zəif qalmayacaq. O aradan gedəcək. Belə düşünür. Şəriətinin bir gözəl sözü var. Deyir ki, filan yerə Amerikaya soyuq dəysə, Japonun soyuq dəymədən ölür. Üzrsən, Amerika öskürsə, soyuq dəymə halətində. Japonlar soyuq dəymədən yatırlar. Bu, o rabitəni göstərir. Sümürcə rabitəsini göstərir. Amma bunu deyim. Dostlar, sümürcəci, yəni o işi adam ki sümürür, o sümürcələşdirilən ölməyincə, ölsə də belə o diri qalar. Yəni, biz Azərbaycanlıları aradan aparsalar, farslar diri qalacaq. Niyə? Çünki bizim Urmu gölümüzün quruması, dilimizin aradan getməsi filan, bəhman bizim ölümü anlamına gəlir da. Hətta o torpaqdan qaçıb getməmiz ayrı yerə, mühacirət eləməyimiz, bunların hamısı ölüm anlamındadır. Amma o Farsın şeyinə gəlir. Siz diqqət buyurun, bir dənə Almanı dedik, qurt girir içinə, onda gül olankən. Onun içində yumurtalarını qoyur, o yumurtalar sonra qurd olurlar, o Almanı yiyir, çıxır eşiyə. Almanın aradan getməyi onun dirilik anlamındadır. Alma ta aradan gedincə o qurd onu yiyəcək, güclənəcək, qanad, sonra əvvəlisə dönəcək, sonra bir böyük özün bir şəraitdə çevirəcəkdir, quş olacaq, uçacaq. İndi baxın görün, Amerika, İngilistan, Alman, Fransa atom sahibi, göylərə gedirlər, mahvarələri var, filanları var, bəhmanları var, dünyanın iqtisadı onların əllərindədir. Amma məsələn, Əlcəzair, Tunis, İran, ora, bura, baxın, bunlara görün. Biz, türklər, demişik, insanlıq edirik. Hər kəsə öz dilin, öz tarixin, öz dinin, öz mədəniyyətin, öz təməddünün saxlasın. Mədəniyyətin türkçəsi uyğarlıq, uymaq, diqqət buyurun dostlar. Mədəniyyətin biz çox vaxt bilmirik. Təməddün yəni nə mənə, mədəniyyət yəni nə mənə. Amma türkçəsi uyğarlıq, uymaq, bir şeylə getmək məsələn deyək. Bunun üçün dostlar, sümürcəçi sizi öldürər, siz aradan gedərsiniz, zəiflərsiniz, o güclənər. Sizin zəifləşməniz onun güclənməsi anlamına gələr. Bunun üçün Əlcəzairlər, Tunislilər və hala neçə yüzyıl istemardan sonra, yəni neçə illərdən sonra ki, azadlığa çatıblar, həman zəif, həman geri qalmış insanlardılar, iqtisadi, siyasi, ictimai, demokratik, hər şey cəhətindən dalı qalmışdılar. Amma Fransa, məsələn, bir böyük gücdür, iqtisadi cəhətdən. Cəmiyyəti də azdır. Əlcəzairin cəmiyyəti, Fransanın cəmiyyətindən çoxdur. Toprağı da azdır. Diqqət buyurun, mən bunu bir misal vurum sizə. Dostlar, bu telefon, mənim əlbəttə bu telefonu almışam $190. Bunu deyim. Amma telefon misal vururam. Məsələn, bir daha hangi marka görürsünüz? Məsələn, Samsung 22. Galaxy nəmnəmənə 22. Ya, nə bilim, o birisinin adı nəmənədir, hamı işlədir, çox belə kilas qoyurlar ondan. Kilas qoyan telefonlar. Ki, indi dünən baxırdım gecə İranda iPhone. iPhone-un son modeli 58 milyon tümən. Yox ki, mənə 58 milyon tümən ilə bu, yəni yaxı $1200 ya $1500 bu $200 nə fərqi var mənim üçün? Həmən işi görür ya yox? Mən Type-ımı burada eləyirəm, tamam işləri ki iPhone görür, ittifaqən bu ondan da yaxçı görür və müftə görür. Mən orada, məsələn, bəzi şeylərə pul verəm, amma burada pul vermirəm, hamısını işlədirəm. Amma diqqət buyurun, nə istəyirəm deyəm? Sümürcəcinin zehni budur. Sümürcə olunmuş. Mənim zehnim
O adam gedir iPhone-a 1200 verir, ya Samsung-a 1200, 1500 dolar verir, ya 58 milyon tümən verir, alır. Onun beyni nədir? Onun beyni budur ki, mən bunu alsam Amerikalı kim oluram? Kanadalı kim oluram? Mənim dostlarımdan bir fərqim olur. Amma əslində mənim bu telefonumla ki, məsələn almışam 200 dolara, o adamın ki alıbdı 1500 dolara, ikimiz də oturanda eyni işi görürük. Bəlkə onun əlləri biraz məndən hızlıdır, o fərqlidir. Amma mən də həmin işi görürüm, o da həmin işi görür. Bəlkə deyə hətta bu yavaş görsün. Məsələn, mən nə qədər çox belə o qədər bir müsabiqəyə girmişik ki, mən bunu ondan 10 saniyə bir vaxt göndərsəm, fərq elər. Dünya dəyişər bir-birinə. Mən çox dalıya qalaram. Məsələn, onlar ki iPhone falan alıblar və onlar ki mənim bu telefonumdan işlədirlər. Məsələn, bunlar iPhone olanlar çox tərəqqi eləyiblər, beyinləri çox genişləşibdir, iqtisadları çox genişləşibdir. Mən ki bunu 200 dolara almışam, əvəzin ki gələn məsələn 1200 dolar, 1500 dolar verəm. Məsələn, o işi görmür. Mən bir telefon almışdım, hala qalır. Elə bu ki əlan videonu sizə göstərir. Bunu mən bəlkə 8 ildə almışam. Əzilibdir. Hər yeri əzilib. O qədər düşüb yerə əzilibdir. Amma əlan oradan videomu çəkir göndərir. Mən onu işlədirəm, çox bunu işlətmirəm. Type-ımı onda eləyirəm, bunda eləyirəm. Heç fərq eləmir. İşləmə qalələrimi onda. Hətta research-ımı da burada eləyirəm. Bunun üçün dostlar, bu sümürgələşmək zehninin səmərəsidir, nəticəsidir. İndi bir ayrısı misal yenə də vurum. Bunu almağa 1200 dolar veririk. 1200 dolara neçə boşqa nəft satırıq dostlar? Məsələn, deyək ki, 120 boşqa nəft satırıq. 120 küp, metr küp nəft satırıq. Ya, nə bilim nə qədərdir, bilmirəm ki, nə qədərdir hər boşqa. 120 boşqa nəft satırıq, elir 1200 dolar. Bir dana telefon ki, 300 girəmdir, 250 girəmdir, elir neçə? 1200. Və biz səfə dururuq, insan olaraq tək keçimiz bunadır. Saat ondan da şeydir. Mən indi bilmirəm, bu kadodur, bunu oğlum mənə alıbdır. Heç bilmirəm ki, bu neçəyə alıblar, doğrusunu desək. Hər kəs mənə saat töhfə verir, sağ olsunlar, var olsunlar. Mən fikirlərim ki, 10 danaza saatım var, çox da bahalıdırlar bəzisi. Yəni, bahalı deyəndə bilmirəm neçədirlər, amma hər halda saatım var. Məsələn, deyək ki, bu saat 200 dolar, 300 dolar, 500 dolar. Neçə girəmdir? Deyək ki, məsələn, 50 girəm, 100 girəm. Neçədir pulu? 500 dolar, 300 dolar, 200 dolar, 100 dolar, 1000 dolar. Mən saat baxırdım dünən İsrağa gün, 850 min dolar. Saat 850 min dolar. Yəni, diqqət bu, dostlar, istəyirəm nə deyəm? Yəni, o gedir, bir dana saat düzəldir, 850 minə satır. Biz də burada Qəradağdan mədənləri çıxadırlar, aparırlar, misi, qızılı filanı, bəhmanı, daşları filanı. Məsələn, bizə pul gəlmir. Fərqi budur. Tehrandan bizə maşını satır, diqqət buyurun. Tehranda, Farsı, İsfahanda dəmiri deyək. İsfahanda düzəlir, maşını deyək, motoru deyək. Hər nə mənə deyirsiniz ki, oradan gəlir, Tehrandan. Bu ünləri daşı bizdən aparırlar, pulun vermirlər, dəmiri, misi aparırlar, vermirlər, sabah gəlsən, kablo alasan, bərq simi alasan. Dünən almışdın metrin, məsələn, 200 tümənə bu ünləri 20 min tümənə alırsan, 10 min tümənə alırsan metrin. Çünki o eləyə bilir, hər zaman istədi qiyməti aparır yuxarıya istemarsı, sümürgəçi, o qiyməti aparır yuxarıya, sən almağa məcbursan. Çünki özüvün yoxundur. Sən də satmağa da məcbursan, çünki bu daşı satmasan da bir şeyin yoxdur satasan. Əlbəttə, indi ki, satanmırıq da. Yəni, indi bizi, bunlar tamam mədənlərimizi, 700-ə yaxın bizim mədənimizi bunlar çapırlar, aparırlar və 700 mədəndən 70 tümən ayda bizim toprağımıza gəlmir. İşçilərimiz də çox ucuz işlədirlər. İşçilərimizi də ki, orada işləyirlər mədənlərdə, çox ucuz işləyir. Bir dana Farsı, əgər İsfahandan gətirsələr, orada işləsələr, müdürlər məsələn, ayda onun hüququ 300 milyon, 400 milyon tüməndir, amma burada işləyir 100 nəfər, alır məsələn 300 milyon tümən. Yəni, 100 nəfərin hüququ bir dana istemarçının hüququ candır. Diqqət buyurursunuz. Niyə Azərbaycanda müdürlərin hamısı Farsdır?
Amuzuş pərvəriş, keşavərzi, maliyyat, ustandarlıqların müavinləri özləri, nə bilim, fərmandarlıqlar, nə bilim, hançər haram deyim, haram deməyim. Hər yerdəki müdür görürsünüz, müxabirat, ulum pezeşki, danışqahların rəisləri, idarələrin də, deyək, bunların hüquqları üst-üstə 300 milyondan o üzədir, 200 milyondan heç olmasa o üzədir. Yəni, 100 dana Azərbaycanlı işləyir, məsələn, o qədər pul qazanır. Sümürgə və biz bunu düşünmürük. Niyə, məsələn, özü müdir pərvazı axı? Yəni, adam gəlib Azərbaycanda da yaşamır ki, Azərbaycanda pul xərcləyə. Azərbaycanda təyyarə ilə gedir, həftədə bir gün gəlir bura, 2 dana naməni imzalır, 300 milyon tümən, 400 milyon tümən, haqqı karanə alır, haqqı səxti kar alır, haqqı məmuriyyət alır, haqqı nəminə alır, görürsünüz ki, ayda 1 milyardacan alırlar. Niyə? Çünki sümürgəcidir. İndi Azərbaycanlı özü, ustandarın muavini məsələn türkdür. Fərmandar türkdür, ya muavini türkdür. Ya Təbrizlidir, Ərdəbillidir, Xoyludur, Zəncanlıdır, haralıdır. Gedirsən, baxırsan, hüququna görsən 7 milyon, 8 milyon, 10 milyon, 15 milyon hüququ. Daldadan bunlara da yetirirlər. Şirkətləri var, əlləri vardır. Sən mənə bu icazəni ver, mən bu işi görüm, sənə bir belə verəcəm. Onlar gəlir. Yəni, bunlarda sözümüz yox. Amma o iki gözdə bizə görsədirlər. Onlara baxanda görürsünüz ki, məsələn, hüquqlar da bir deyil. Məsələn, Əhvazlılar, Ələblər neft şirkətlərində, petrokimya şirkətlərində işləyirlər. Bəluçlarda, Bəluçistanda. Onların hüququ 4 milyon, 5 milyon, 6 milyon, 7 milyona çıxmır. O ərəblər ya bəluçların. Amma o müdürlər ki, İsfahandan, Kaşandan, Zəncandan, Şirazdan, Tehrandan gediblər ora, Zəncandan yox, Zəncandan ora müdür getməz. Onların hüquqları bəzən 400 milyondan yuxarıya gedir. Cəlibdir ki, məclis, Farsların məclisi, neçə dəfə deyib ki, biz istiyoruz ki, hangi şirkətlər şirkəti nəftə və petrokimiyaya bağlıdır və bunların hüquqları nə qədərdir? Deyiblər ki, biz vermərik sənə. Biz sənə bağlı deyilik. Biz müstəqil şirkətlərik və sənə bağlı deyilik, dövlətə bağlı deyilik. Bizim hüququmuz, yəni o qədər çoxdur ki, məclis belə eləyə bilmir ki, cəlibdir, nümayəndələrin bir çoxu nümayəndə olurlar ki, balaların, famililərin yerləşdirsinlər petrokimiyaya, yerləşdirsinlər Əl-Əhvazda olan, ya şeydə olan yerlərə ki, məsələn, ayda bir 20-30 milyon izafi çıxasınlar. Sümürgə dediyimiz budur. İndi hər halda mən istəyirdim ki, bir paragraf oxuyam. Bu kitabdan sonra bunu qutaraq, amma nəzərimə gəlir ki, həm o bir saatımız doldu, həm də ki, elə burada qalsın və biz bunu elə kitabı sabahdan başlayaq, birinci səfədən oxuyaq, keçsin. Dostlar, mənim o birisi əkantum bağlıdır, əsli əkantum. Bu əkantumu açmışdım, yədəki saxlırdım ki, bir zaman şey olar. Lütfən xahiş edirəm, videonu paylaşın, dostlarınızı çağırın, gəlsinlər bura və biz bu kitabı bərabər oxuyaq. Sizin hamınıza can sağlığı arzulayıram. Allahın əmanında. Hələlik.